Salam, hər vaxtınız xeyir, əziz şagirdlər. Bu gün sizinlə natural ədədlərin müəyyən hissəsini öyrənəcəyik. Yəni mövzunu tam olaraq keçmirəm, təxmini 4-5 dənə plan. Əvvəlcə çox uşaqlara sual verəndə deyirlər riyaziyyat çətindir, biz riyaziyyatı öyrənə bilmərik. Belə bir suallardan həmişə çox qarşılaşırıq, yadda saxlayırıq. Riyaziyyat sadəcə bildiyimiz rəqəmlər deyil, düsturlar və misallardan ibarət deyil. Riyaziyyat düşünməkdir, məntiq qurmaqdır, problemləri hissələrə bölüb həll yolu tapmaqdır. Riyaziyyatı tək rəqəm kimi baxmırıq biz. Əslində biz riyaziyyatı hər gün tək dərsdə öyrənmirik, hər gün yaşayırıq həyatda. Nə vaxt yaşayırıq? Vaxtı hesablayanda saata baxırıq uşaqlar. Sonra pul xərcləyəndə, adətən ən çox pul xərcləyəndə maşallah hamının hesabı yaxşı olur. Pulda heç vaxt məsəl üçün nəyisə alanda nöqtəsinə verdiyinə qədər bilirsiniz ki, nə qədər artıq qaytardı, əksik qaytardı. Pulu yaxşı hesablaya bilirsiniz. Məsəl ölçəndə, seçim edəndə, ona görə siz riyaziyyata bir fən deyil, həyatın özündə baxsınız. Riyaziyyatı niyə sevmirsiniz? Riyaziyyatı necə sevmək lazımdır? Yadda saxlayın. Əvvəlcə ondan qorxmağı dayandırın. Riyaziyyatdan qorxmayın. Səhv eləyəsiniz, təkrar o səhvi düzəldəsiniz, bir də səhv eləyəsiniz. Belə səhvlərdən nəticə çıxara-çıxara öyrənəsiniz. Riyaziyyat çətin deyil, əzbərliksiniz. Anlaşılmayan bir şey adətən çətin olur. Riyaziyyat əzbərləmək deyil, məntiqi anlamaqdır. Biz çalışmalıyıq, məntiqi anlayaq. Əksər uşaqlarda səbir problemi var. Əgər sizin səbriniz varsa, belə bir məsəl var. Riyaziyyat səbr işidir. Həqiqətən, səbirli olan insan riyaziyyatda uğur əldə edəcək. Adətən başqa fənlərdə qaydaya baxsız, tez cavab axtarsınız. Riyaziyyat bildiyiniz kimi bəzi məsələlərdə elə deyil. Riyaziyyatda hər düzgün cavabın arxasında biraz səbir, biraz da məşq var. Əgər riyaziyyatı sevmək istəyirsinizsə, əvvəlcə müəllimənizi sevməlisiniz, müəllimənizin dilini başa düşməlisiniz. Bir də özünüzün psixoloji cəhətdən deməlisiniz ki, mən bacaracağam. Sizdə adətən belədir, mən bacarmayacağam, riyaziyyat məndə alınmır, riyaziyyat getmir. Bu fikirləri tamamilə kənara atırıq. Riyaziyyatı sevmənin ilk addımı mən bacarmıram deməyi nə qalmaqdır, dayandırmaqdır. Mən bacarmıram deməyi dayandırmaq lazımdır. İndi isə keçək natural ədədlərə, rəqəm, ədəd, bu formada başlayaq dərsimizə. Ümumən riyaziyyatda biz bilirik ki, rəqəmlər var, ədədlər var. Gəlin ilk öncə ədədlərdir, natural ədədlərdir, rəqəmdir, bunlardan tanış olaq. Birinci nədən başlayaq? Rəqəmlərdən. Görək bu rəqəmlər nədir? Yadda saxlayırıq. Artıq dəftərimizi açıb qeydiyyatımızı apara bilərik və yaxud canlı dərslərimizdədir. Hansı kitabdan istifadə edirəmsə qruplara məlumat vermişəm. Kim canlı dərslərdən maraqlanmaq istəsə, yorum hissəsinə yaza bilər. Deməli, başlayırıq rəqəmlər. Necə ki, sait və samit səslər var. Bunlar birləşib nə yaradırdı? Sözlər yaradırdı. Riyaziyyatın əsasını rəqəmlər təşkil edir. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yadda saxlayırıq. Riyaziyyatda bizim 10 dənə rəqəmimiz var. Bu da sizə 0-ı mən böyük hərfdən yazacağım. Səbəbini deyəcəm. Əksər uşaqlar rəqəm danışanda 0 rəqəm demirlər. Məsəl üçün, siz indi bildiniz 10 dənə rəqəmdir müəyyən müddətdən sonra. Amma görəsiniz ki, 1, 2, 3, 4 deyirəm, neçə rəqəm var? Deyirlər 9. Xeyr, 10 dənə rəqəmimiz var. Bu rəqəmləri bildik. Bu rəqəmlər olmasa, biz ədədləri yaza bilmərik. Ədəd nədir? Riyaziyyat kitabını açsınız. Nə ki görürsünüz? 45, 50, -3, kəsir, dövrlər, hamısı ədəddir. Məsələn, 5 həm rəqəm sayılır, 5 həm rəqəm sayılır, həm də ədəd sayılır. Amma mən 5-in yanına 3 yazsam, buna biz uşaqlar rəqəm deyə bilmərik. Bunu artıq biz nə deyəcəyik? Ədəd deyəcəyik. Bu ədəd olacaq. 53 artıq ədəddir. Məsəl üçün, 1 normalda həm rəqəm, həm ədəd sayılır. Amma 1-in sonuna 0,8 əlavə eləsəm, buna biz rəqəm deməyəcək. Buna artıq biz nə deyirik? 108 ədədi deyirik. Ədədlər belə olur. İndi isə keçirik natural ədədlərə. Gəlin görək, natural ədədlər nədir?
nəyə deyilir, harda, nə zaman istifadə edilir. Natural ədədlər. Deməli, belə deyək, natural ədədlər ayrıca bir gündə yaranmışdır deyə bilmərik. Natural ədədlər nətər yaranıb? Təsəvvür edin ki, elə bir dünya ilk dəfədir gəlibsiz, orada heç rəqəmin, ədəd, ümumən heç nə yoxdur. Necə yaranıb? Natural ədədlər saymağa ehtiyacdan yaranıb. Saymağa ehtiyacdan. Necə? İnsanlar hələ yazını və riyazi işarələrini bilmirlər. Bu saymağa ehtiyac duyurlar. Məsəl üçün, neçə heyvanlar var, nə qədər ov əldə ediblər, neçə gün keçib. Buna görə nələr formalaşır? 1, 2, 3, 4 sayları formalaşır. Belə-belə inkişaf etməyə başlayıbdır. Belə-belə inkişaf eləməyə başlayıbdır. Ona görə biz deyirik ki, bizə indi tarixi yox, adətən bu yaranıb Misirlilər, Babillər istifadə edibdir. Natural ədəd nədir? Gündəlik həyatımızda istifadə etdiyimiz ədədlər, yəni gündəlik həyatımızda saymaq üçün istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir. Sual verirəm, özünüzdə fikirləşin, mən sonra yazacağam. Bir məntiqdən baxın, siz marketə gedirsiniz. Tutalım, şokolad alsınız. Neçədən başlayasınız şokolad saymağa? Və yaxud gedirsiniz, dəftər alsınız, kitab alsınız. Neçədən başlayasınız saymağa? Və yaxud insanları sayırıq, heyvanları sayırıq. Başlayırıq nəyisə saymağa. Neçədən başlayırsınız? Deyəsiz, say müəllim. Eşidirəm, bilirəm ki, ürəyinizdə deyirsiniz və yaxud videonu izləyəndə canlı şəkildə deyirsiniz ki, neçədən başlayırıq? 1-dən. Deməli, natural ədədlər neçədən başlayır uşaqlar? 1-dən başlayır. Natural ədədlər. Məsələn, türklər buna doğal say deyir. Niyə doğal say? Təbiətdə yaranan ədədlərdir. Təbii saylardır bunlar. Təbiidir. Doğal nə deməkdir? Təbii. Natural ədədlər, yəni təbii saylardır. İlk dəfə yaranan ədədlərdir. Biz bilirik ki, sonra tam ədədlər var, rasional ədədlər var, irrasional ədədlər var və sonuncu 10-cu sinifdən kompleks ədədləri keçirik. Natural ədəd mənası, natural sözünün latın mənşəli mənası nədir? Naturalis sözündəndir, təbii, təbiətə aid, təbii şəkildə olan mənasını verir. Ona görə də natural təbii deməkdir. İnsan ətrafındakı əşyaları təbii saymağa başlayanda 1-dən, 2-dən, 3-dən, 4-dən istifadə edirik. Ona görə biz deyirik ki, natural ədədləri eyni hərfi ilə işarə edirik. 1, 2, 3, 4. Fikir versəz, bu sonsuza qədər davam edir. Biz deyəcəyik bu zaman natural ədədlərin ən kiçik 1, ən böyük sonsuzdur. Səbəb, mən gedərəm marketdən 100 dənə də şokolad alaram, 50 dənə də alaram, milyon dənə də alaram. Gücüm nəyə yetir? Sonsuza qədər davam eləyər. Ona görə ən kiçik natural ədəd 1-dir, ən böyük natural ədəd nədir uşaqlar? Yoxdur. Yəqin ki, bu hissəyə qədər aydındır. Biz natural ədədləri öyrəndik. Nəyə yadda saxlayırıq? Natural ədədlər 1-1 artır. 1, 2, 3, 4, belə. Natural ədədlər 1-1 artır. Axırda bir dənə sonda artıq məsələsinə misal deyəcəm. Hələ ki, indi dərs sahibində. Daha sonra nəyə yadda saxlayırıq? 0 rəqəmindən yadda saxlayırıq. Məsəl üçün, mən kimdənsə yaşını soruşuram. Deyirəm ki, tutaq ki, Aysel adlı qızdır. Aysel, neçə yaşın var? Deyir, 27. Uşaqlar, o mənə deyir, 0-27 yaşı var. Xeyr. 27 neçə rəqəmlədədir? 2 rəqəmlədədir. Bunun qabağına 0 da yazsam, yenə bu 2 rəqəmlidir. Qabaqda 0-ın əhəmiyyəti yoxdur. Qabaqda 0 gələndə biz, yəni, neçəsə rəqəmli ədəd düzəltmək istəyiriksə, 0-ı qabaqda yaza bilmərik. 0-ın yeri haradır? 0-ın yeri sonda ola bilər, 0-ın yeri ortada ola bilər. 0-ı siz əvvələ yaza bilmərsiniz. İndi, məsəl üçün, bəzi uşaqlar deyir, ay müəllimə, bəs yaxşı, telefon nömrələri 070, 055, 050, 010, 099 və s. Bunlar nə belədir? Bunlar ölkələrə aid olanlardır. Rəqəmlər biz saymırıq, məsələn, rəqəm düzəltmirik. Bunlar prefikslərdir. Bunlar özlüyündə, yəni biz bunlardan işimiz yoxdur. Biz bunlara qarışmırıq. Məsələn, belə bir şey yazıram. Adicə, məsəl üçün, maşın nömrələri olsun. Orada da qabaqda 01, 02 başlayan hissələr olur. Biz bunlara dəymirik.
Yəni demək istəyim nədir? Ədəd. Neçə rəqəmli ədəd düzəldiriksə, sıfırı biz başlığa qoya bilmərik. İndi təkrar mən rəqəmləri yazıram. Rəqəm 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Əla, bunları yazdım. Başlayırıq. Cümləmə diqqət edin. Sizə deyər ki, ən kiçik 3 rəqəmli ədədi yaz. Rəqəm düzəldəndə belə bir xəttlər qoyun. Bu xəttlər nədir? Yəni sizə göstərir ki, neçə rəqəmli ədəd düzəldirsiniz. Ən kiçik 3 rəqəmli ədəd düzəldirik. Ən kiçik 3 rəqəmli ədəd. Deməli, sıfırdan başlaya bilərəm. Deyirsiniz, xeyr müəllimə, sıfırdan ədəd başlamaz. Ona görə sıfırı götürmürəm. Nəyə götürürəm? 1-i. 1-i götürdüm. Ən kiçik yaradıramsa, baxıram, sıfır ortalığa sona ata bilərəm. Bu rəqəmlər arasında ən kiçik nəyə görürsə 0. Buralara 0 yazırıq. Ən kiçik 3 rəqəmli ədədimiz nə olacaq? 100. Daha sonra ən böyük rəqəmli ədədi yazırıq. Yenə 3 dənə xətt çəkirəm. 4 rəqəmli desə, altdan 4 dənə yazardım, 4 xətt çəkərdim. Ən böyük 3 rəqəmli ədəd. 3 rəqəmli ədəd. Görək bu hansıdır? Yuxarıda mən tək rəqəmli ədədləri yazmışam, bir rəqəmli. Baxıram. Bunların içindən böyük nədir? Deyirsiniz 9. Səsinizi budan eşidirəm. 9. 9. 9. Üçünə də 9 yazıram. Səbəb ən böyük elə 9-dur. 999. Yəqin ki, bu hamımıza aydındır. İndi bizə əsas məsələ nədir? Müxtəlif. Ən kiçik rəqəmləri müxtəlif olan 3 rəqəmli ədəd. Ən kiçik rəqəmləri müxtəlif olan. Gəlin bunu da yazaq. Rəqəmləri müxtəlif. Bunu biraz böyük yazaq. Rəqəmləri müxtəlif. Bu sözün mənasını başa düşmək lazımdır. Müxtəlif nədir? Yəni, məsəl üçün 4 rəqəmli ədəd yazmaq istəsən elə 4 bir-birindən fərqli olmalıdır. Məsələn, 5, 1, 6, 2. Aha, 5162. Bu da yazdığım 5162 rəqəmləri müxtəlifdir. Niyə? Çünki hərəsindən neçə dənədir? Bir dənədir. Amma məsəl üçün 311 yazıram. Buna biz müxtəlif deyənmərik. Səbəb. Çünki 2 dənə 1 var, eynidir. Və yaxud 3 dostdur. İkisi qara kofta geyinib, biri ağ. Biz buna müxtəlif deyə bilmərik. Niyə deyəmirəm? Fərqli olmalıydı. Müxtəlif hərəsi fərqli olmalıdır. İndi bizə deyir, müxtəlif ədəd yarat. Başa düşürük qaydanı. Müxtəlif ədəd yaratmaqdan ötürü bir mənalı olaraq yanınızda saxlayın ki, hər rəqəmdən bir dəfə istifadə edirsən. Yəni, tutaq ki, sən 9-u yazdın. Qayda bir də 9-u yazmağa ixtiyarın yoxdur. Çünki şərtimizə ziddir. Şərtimizdən üst-üstə düşmür. Sual verirlər, ay müəllimə, mən nə bilim, müxtəlifə havaq düzəldəcəm, o birinə havaq. Narahat olmuyor. Şərtdə deyəcək, rəqəmləri müxtəlif. Bu sözü görəndə bir ki, hərəsindən neçə dəfə istifadə edirsən, bir dəfə. Başlayırıq. Yenə rəqəmlərimi siz başa düşəsiz deyə yazıram. Dedik, 10 dənə rəqəmimiz var. 0-dan neçəyə qədər uşaqlar? 9-a qədər. 9 da daxil olmaqda. İlk öncə 3 rəqəmlə də düzəldir, rəqəm müxtəlif. Gəlin böyükdən başlayaq. Rəqəmlər müxtəlif olan ən böyük rəqəmlə də. Baxın uşaqlar, 0-dan 9-a qədər ən böyük rəqəm nədir? Deyirsiniz 9. Əla yazdım. Bu 9-u istifadə elədim. Qayıdıb təkrar bu 9-u yazanmaram. 9-dan sonra qalana baxıram, nə qalıb? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8. Bunlar içində hansı ən böyükdür? Deyirsiniz, ay müəllimə 8. Bəli, yazdım 8. 8-in üstünə xətt çəkirəm, çünki müxtəlifdir. Artıq yenə istifadə edə bilmərəm. İndi nə görürsünüz? Deyirsiniz 7. Vəsiyo. Artıq alındı 987. Deməli, biz tapdıq ki, rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli ədəd neçə? 987. Biri deyir 4 rəqəmli olsa, 4-cü xəttimi qoyuram. 7-ni istifadə eləmişəm axı. Böyük nə görsənir yerdə qalandan? 6. Bu formada olur. Gəlin indi rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli ədədi yazalım. Başlayaq. Bunları deməli təkrar bir də yazım. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. İndi biz kiçik axtarırıq. Bu deyilir rəqəmləri müxtəlif olan böyükdür.
İndi biz nəyi axtarırıq? Kiçik. Biraz səliqəsiz yaza bilərəm, tez-tez danışıram. Sıfırdan başlaya bilərdik biz. Xeyr, deməli sıfırdan başlamıram. Ona görə baxın, bu sıfırı belə işarəyə alıram ki, sıfırdan başlamıram. Əlinizlə sıfırı örtün, yerdə nə qalır? 1, 2, 3, 4. Ən kiçik hansıdır? 1. Deməli 1-dən başladıq. İndi 1-i silirəm, 1-in üstündən xətt çəkirəm. Bu getdi, 1-i istifadə elədim axı. Yerdə nə qalıb? 0, 2, 3. Bunlardan ən kiçik nədir? 0, 0 istifadə elədim. Sonra nə gəlir? 2. Ən kiçik olur 102. 123 yox, ha uşaqlar. 102 olacaqdır. Yəqin ki, bu məsələ də aydındır. İndi keçirik mərtəbələrə. Görək mərtəbələr nədir? Nə vaxt istifadə olunur? Nəyə deyilir? Ümumən, məlumat verim. Bizim istifadə elədiyimiz say sistemi informatikada, riyaziyyatda da onluq say sistemidir. Nəyə görə? 10 dənə rəqəmimiz var. Bizə indi bu testlərdə lazım olmur. Əlavə məlumat üçün deyirəm. Say sistemləri 2 yerə bölünürdü. Mövqeyli say sistemləri, mövqeysiz. Fərqini başa salım. Yazıram 777. Normalda belə baxanda 3 dənə 7-dir. Deyiz, hə da 7-dir. Nə var ki bu da? Bir də rum rəqəmləri yazdım. Məsəl üçün 1, 1-dir. V 5-dir. X 10-dur. L 50-dir. S 100-dür. D 500-dür. M 1000-dir. Məsəl üçün, rum rəqəmləri, Roma rəqəmləri. Bunlara biz mövqeysiz say sistemi deyirik. Səbəbini indi açıqlayacağam. Mövqeysiz nədir? Məsələn, mən yazıram X. Bu nədir? 10. Əgər böyüyün sonuna, sağına balaca yazsan sözündən toplanırdı. 10 üstünə 1 neçə eləyir? 11. Əgər böyüyün qabağına yazırdıqsa çıxılır. Ondan 1 çıxıram 9. Bu da sizə nə demək istəyirəm? Bu 1-i görürsünüz. Bu 1 ya sağda gəldi, ya solda gəldi. Yenə özünü necə aparır? 1 kimi. Yəni fərq yoxdur, istəyirsən sağa qoy, istəyirsən sola qoy. Amma mövqeyli say sistemlərində bu belə deyil. Ümumən hər mərtəbə var. Mərtəbə nədir? Belə başa salın. Tutaq ki, qıraqdan hər hansı bir adam bank işçisidir. Tutaq ki, Akif. Akif bank işçisidir. Akifin iş yoldaşları da var. Biz qıraqdan baxanda deyirik ki, hə, Akif bankda işləyir, bankda işləyən işçilərdirlər. Amma onların hərəsinin öz mərtəbəsi var. Məsələn, biri sorğuları cavablandırır, biri müştərilərdən maraqlanır, biri pul işindədir. Hərəsi yəni başqa-başqa işlərə baxır. Hərəsinin öz vəzifəsi varmı? Mərtəbə. Və yaxud uşaqlara deyəndə deyirlər, blok, mərtəbə. Yəni, hər blokdakı, hərənin öz evi var, hər blokda. Yəni, hərəsinin mərtəbəsi nədir? Fərqlidir. İndi nə yadda saxlayırıq? Bura bir ədəd yazıram. Gördüyünüz kimi. Aha, bunu belə yazdıq. Belə bir şey yazdıq. Bu da nə rəqəmlər görürsünüz? 1, 0. Baxanda deyirsiniz, hamısı 0, 1-dir. Xeyr. Sıfırların yerinin önəmi var. Birinci mi gələn, ikinci mi gələn, üçüncü mü gələn, hərəsinə bir ad qoyublar. Başlayıb. Birinci bu təkdən. İnsan birinci nə olur? Tək olur. Təklik. Sonra təklik olur onlarla da. Onluğa. Onluq olur yüzlərlə da. Mərtəbələrdir. Yüzlük. Təklik onluq yüzdür. Yüzlüklər sonra minliyə çevrilir. Minlərlə. Minlik. Sonra bu olur 10 minlik. 10 minlik. Sonra bu olur 100 minlik. 100 minlikcə nəyə çevrilir? Milyonlara. Milyon. Milyonluq. Sonra milyonluq 10 milyon. 10 milyon. 10 milyon sonra 100 milyona. 100 milyon. Sonra milyard. 1 milyard da deyirlər. Tə milyard da deyirlər. Fərqi yoxdur. Milyard. Sonra 10 milyard. Bu da nə olacaq? 100 milyard. Bu formada. Bunlar adlardır. İndi təbii ki, davamı varmı? Var. Sadəcə bizə ehtiyacı olan budur. İndi fikir verin. Mən bunları niyə üç ayırmışam? Bu üçlər də birləşirlər, sinif yaradırlar. Adlar nə olur bu siniflərin? Axırıncı söz nədir? Təhlik. Buna təhlik. Bunun axırıncı söz nədir? Minlik. Bunun axırıncı söz nədir? Milyonluq. Bu nədir? Milyardlıq.
Bunlar da 4 dənə sinifdən tanış olduq. Riyaziyyatda 12 sinif var. Sonuncu siniflərin adı septilyon, oktilyon, nonilyon, desilyon. Kvartilyon var, kvartilyat var, trilyon var, trilyat var və s. bu formada var. Bizə lazım olan budur. İndi biz nə öyrəndik? Bizə lazım olan hissə haradır? Hansı hissədir? Uşaqların ən çaşdığı. Məsəl üçün, bir rəqəm yazıram. 53.974. Qəşəng bir ədəddir, 5 rəqəmli ədəd. Sizə sual verəcək. Nə qədər təhlif var? Yadda saxlayın. Nə qədər təhlif var deyəndə həmin ədədin özü yazılır uşaqlar. Gəlin bu ədədimiz fərqlənsin deyə bunu göstərək. Məsəl üçün sarı. Bizim ədədimiz budur. Bu vaxt danışırıq bu ədəddən. 53.974 təhlif var. 53.974. Məsəl üçün soruşsalar 100-də nə qədər təhlif var? 100. Milyonda nə qədər təhlif var? Milyon. 12-də nə qədər təhlif var? 12. 105-də neçə təhlif var? Yenə nə deyəsiniz uşaqlar? 105 deyəsiniz. Daha sonra bunu yazdım. Bunu belə də deyirlər. Baxın, belə də yadda saxlaya bilərsiniz. Təhlif. Çox uşaq deyir 4. 4 təhlif deyil, opşu. 4-ü götürsünüz, bir də bunun qabağını yazsınız. Təhlif deyəndə özür. Sonra gəlir onluq. Onluğu necə seçirik? Onluğu. Sayısız təhlif, onluq. Neçənin üstündə dayandınız 7-ni? 7-ni də götürürük. Bir də 7-nin qabağına baxırıq, qabağımıza. Bu qədər də onluq var. Onluq. Fikir verin. Elə bir 4 var idi, 4 silindi. 100-dəyə keçəndə indi sonuncu rəqəm nə qalıb? 7, onu silirik. Baxın. 100-lük desəm var, 100-lük. Bu 7 silinəcək, 539 olacaq. Amma biz bunu belə edirik. Təhlif, onluq, 100-lük. 9-u götürürük, bir də 9-un qabağını. Sonra 100-lükdən sonra nə gəlir? Minlik. Yazırıq. Təhlif. Yazırıq indi. Təhlif. Onluq, 100-lük, minlik. Minlik deyəndə 3-ü də götürürük. Qabağını da götürürük. 10 minlik deyəndə 10 minlik. Bunu da bənövşə rəngdən göstərəcəm. Təhlif, onluq, 100-lük, minlik, 10 minlik. Neçədə dayandıq? 5-də. 5-i götürürüm, qabağında işləyir. Baxın, bu formada tapılır. İndi nə izah edirəm? İndi sizə nə izahat verəcəm? Deməli, indi isə natural ədədlərin, mərtəbələrin cəmi şəklində ayrılışına baxaq. Deməli, nə yada salıram? Qayıdıram 4-cü sinifə. Məsələn, yazıram 57. 57 neçə rəqəmli ədəddir? 2 rəqəmli ədəddir. 4-cü sinif uşağına deyirik ki, şagirdinə bunu mərtəbələrin cəmi şəklində göstərir. Deməli, nə var? Sayırıq, təhlif, onluq. Onluq deyəndə əlim hansı rəqəm üstündədir? 5-in. Tez 5-i yazsan. 5-in yanında olanda ağzımdan nə söz çıxdı? 10. Əgər deyəcəyəm söz 10-dursa, onluqdursa ona vurasın. Minlikdirsə minə vurasın. İndi 5-i ona vururuq. Üzərinə 7 təhlikdir axı. Təhlik elə təkdir. Tək olaraq qalır. Bu bizə neçə verdi? 57. Məsələn, başqa 2 rəqəmlə yazıram. 89. Təhlik, onluq. 8 vur 10. Üzərinə gərək 9 olacaq. Bunu yazmaqda məqsəd nədir? 2 rəqəmli ədəddə, yəni birinci onluğu ifadə edir. İkinci nə ifadə edir? Təhlik. Məsəl üçün, mən sizə desəm ki, uşaqlar, beyninizdə 2 rəqəmli, normalda beyninizdə ədəd tutun. Onu x deyərdi. Amma desəm ki, sırf 2 rəqəmli ədəd tutun, sırf. Onda siz, bunun ümumi şəkli belə olacaq. A hərfi, B hərfi. A, B hərfi nədir? 2 dənə hərf yazsınız, başına xət qoysunuz. Bu nə ifadə edir? Yəni, ixtiyari 2 dənə ədəddir. İxtiyari sözün mənası nədir? Hər hansı istənilən 2 ədəd. Biri var, AB. Bu A vur B deməkdir. A ədədin B ədədinə vursan. Amma üzərində xət onu ifadə edir ki, uşaqlar. Sadə desə ki, fikrində 2 rəqəmli ədəd tut AB. Gəlin, indi bunun əzbərləmədən açılışına baxırıq. Təhlik, onluq. A-nı yazırıq. A-nın üstündə deyəndə ağzımda nə söz çıxdı? 10. B də təkdir. Düsturumuzu aldıq. Bunu bir yerə qeyd edin, kitabda da var. Və yaxud, bax, 754 yazırıq, ayırıq, təhlif, onluq, 100-dür. 7 nəyə vururuq? 100-ə.
təhliyə onluq 5-i vururuq 10-a. Üstə gələk nə gəlir? 4-ü. Təhliyə onluq 100-dür. 100-lük deyəndə getdi. İndi sizə 3 rəqəmlə də desə, sırf o da öyle A, B, C deyəsən. İndi təhli onluq 100-dür. A-nı 100-ə vururam. B-ni 10-a vururam. Bu da C. Budakı ABC nə ifadə edir? Hər kəs müxtəlif 3 rəqəmlə də deyə bilər. Ümumi düsturu bu formada olur. Daha sonra AB vergül C-dir. Can görə uşaqlar, bu nə deməkdir? Bunu kəsirdə də keçəcək. Məsəl üçün 53 tam %75. Vergüldən əvvəlki hissə var. Vergüldən əvvəlki. Bir də vergüldən sonraki hissə var. Vergüldən əvvəlki hissə odur. Bu adi bildiyimiz təhliyə onluq. 5-i 10-a vururuq. Üstünə də 3 gəlir. Vergüldən sonrakıları nəyə vurasınız? 0,1, 0,100, 0,1, onluq kəsirdir deyə. 7-ni vurasınız 0,1-ə, 5-i vurasınız 0,100-ə. İndi bunun açılışını yazaq. Təhliyə onluq 10-a plus B. Sonra C-ni vururuq 0,1-ə, D-ni də vururuq 0,100-ə. Bu formada olur. Bunun açılışı bu qədər idi. Gəlirik daha sonra tək cüt ədədlərə, daha sonra da bölünmə əlamətlərinə. Dərsin yenə xatırlatma edirəm, yarısını izahat verirəm. Gəlirik tək ədədlər. Hamımızın bildiyi kimi tək ədədlərin, təklərin sonu nədən bitir? 1, 3, 5, 7, 9. Cüt ədədlərin sonu 0, 2, 4, 6, 8 rəqəmləri ilə bitir. Tək ədədlər, cüt ədədlər. Xatırlatma edeyim ki, bir də sıfır uşaqlar natural ədəd saymırıq. Bunu izahat verirəm. Həmişə bunu ortada deyirəm. Biz saymağa neçədən başladıq? 1-dən. Yazacağıq 0. Bu daxildir işarəsidir. Nəyəsə aid olmaq. Üstdən xətt çəkəndə, yəni 0 naturala aid deyil. 0 nəyə aiddir? Rəqəmdir, tam ədədlərə, naturaldan başqa bütün ədədlərə daxildir. İrrasionala da daxil deyil. Yəni tamdır, rasionaldır. Çünki mən gedirəm, tutaq ki, son üstə kitab var. Kitabı 0-dan başlamıram saymağa. Tək ədədlərin sonu, cüt ədədlərin sonu. Məsələn, yazıram. 2, 6, 5, 4, 9. Son nədir? 9. Deməli, bu tək ədəddir. Bu təkdir. 1, 1, 1, 7, 7, 6. Bu son nədir? Cüt. Deməli, bu nə tərədə olacaq? Cüt. Yəni, biz sona baxırıq. Bizə qabaq maraqlı deyil. Nədir? Təkdirmi? Cütdürmü? Əsas bizdə nədir? Son hesab olunur. Bu getdi. İndi qabağımızda nələr çıxacaq? Deməli, bunu yazaq. Qabağımızda nələr olacaq? Tək, üstə gələk tək. Bu nə deməkdir? Deyəcək, tək ədədin üstünə gələndə tək ədəd nə verir? Cüt mü verir, tək mi? Əzbərləmirik. Rəqəmlə. Deyək, sizə aməlim. Bir dənə tək ədəd götürürəm. Ürəyim istədi. Məsəl üçün 1. Bir dənə də tək ədəd götürürəm 3. Birdən üçün cəm nə elə? 4. 4 nətər ədəddir? Cüt. Əla. Sonra tək ədədin üstünə cüt ədəd. Bir dənə tək ədəd deyirəm 5. Bir dənə də cüt ədəd 6. Cəmi elədi. Neçə elədi? 11. Deməli, tək üstə gələk cüt bizə nəyə verir? Təki. Sonra tək vur cüt, tək vur tək. Məsələn, tək ədəd 3, tək ədəd yenə 7. 21 nətər ədəddir? Tək. Bu bizə verdi tək. Daha sonra belə bir şey yazıram indi. Tək çıx tək. Uşaqlara bunu sual verənə belə eləyirlər. Müəllimə, tək ədəd 5 deyirəm. Aha. Bir dənə də tək ədəd deyirəm 3. 5-dən 3 çıxıram, neçə eləyir? Deyir 2. Deyir, onda cüt eləyir. Yoldaşının biri etiraz eləyəcək. Deyəcək, bəlkə mən 3-dən 5-ə çıxıram. Mənfi eləyir onda. Çıxamıram axı natural. Bəlkə deyəcək, mən 1-dən 9-u çıxıram. Aha, deməli, nəyə yadda saxlayırıq? Yadda saxlayırsınız ki, natural ədədləri toplayanda, vuranda həmişə cavabı natural alasınız. Yəni, konkret cavab çıxacaq. Amma çıxanda, yəni fərqdə, çıxma fərq deməkdir. Bir də böləndə natural almayasınız.
Ala da bilərsiniz, almaya da. Məsələn, cüt ədəd cütə böl. 6-nı 2-yə bölsən 3 təhv verir. Bəlkə mən 2-ni 6-ya bölürəm. Bəlkə mən onu 8-ə bölürəm. Bölünmür axı. Qeyd-kimi yadda saxlayın. Natural ədədlərin cəmi həmişə natural ədəddir. Natural ədədlərin hasili, hasil vurma demək, həmişə natural ədəddir. Natural ədədlərin fərqi, yəni çıxılması, natural ədəddir desək səhv olacaq, belə deyəcək. Natural ədəd ola bilər və yaxud vergül qoyub bölünə yazaraq olmaya da bilər. Natural ədədlərin nisbəti, yəni bölünməsi, natural ədəddir deyənmərəm. Deyəcək, natural ədəd ola bilər və ya olmaya da bilər. Baxın, bu düzgündür. Daha sonra bizə belə bir ifadələr verir. Məsələn, 3/1002. Deyir, əziz şagirdlər, tapın görək, bu təkdirmi, cütdürmü? Fikirlərsən, 3-ü mən 1002 dəfə özünə vurmağım qeyri-mümkün deməyim. Yəni, vuraram, nə qədər vaxtım gedər kör-körayla. Gəlin, belə bir şeyə baxaq. Asad bir qayda deyəcəm. 3/1, 3 deməkdir. 3/2, 3 vur 3 deməkdir. 3/3, 3 vur 3 vur 3, 27 deməkdir. 3 vur 4, 3 vur, ya 3/4, 3 vur 3 vur 3, 81 deməkdir. İndi uşaqlar nə müşahidə edirəm? Baxın, son rəqəmlərinə baxın. Bu son nəydən bitdi? 3, tək. Bu nədir? Tək. Bu nədir? Bu da tək. Bu son rəqəmlər tək. Müşahidə edirəm ki, maraqlı. 3-ün qüvvət üstüsü nə olursa olsun, 3-ün özü təkdir deyə, nəticədə təkdir. İndi buna baxın, biz buna tək deyəcəyik. Qüvvətdə ədəd olanda deyəsiz ki, müəllimə, qüvvətə baxmırıq yuxarıya, aşağıya baxırıq. Təkdirsə tək, cütdürsə cüt. Məsələn, çoxlu nümunələr yazın. Çoxlu nümunələr yazıram. Baxın, 3 dənə nümunə yazdım. Nəyə baxsınız? Qüvvətlərə baxmısan. 20 nətər ədəddir? Cüt. 17 nətər ədəddir? Tək. 100 nətər ədəddir? Cüt. Yuxarılara baxmağa ehtiyac yoxdur uşaqlar. Yuxarılara biz qətiyyən baxmırıq. Yəqin ki, aydın oldu. Məsələn, belə bir ifadələr verir. 3/20 vur 6/17. Necə baxırıq? Qüvvətləri atırıq. Biz bu da hesablamırıq bu ifadə. Eləcə təkdirmi? Yəni bunu hesablasalar, sonu tək ədədmi qutarar, cütmü? Biz onu araşdırırıq. 3-ü 6-ya vururuq. Neçə eləyir? 18. 18 nətər ədəd? Cüt. Deməli bu ifadə cütdür. Məsələn, 7/13, 4/47. Yuxarılara baxmırıq. Ara toplamadırsa toplama qalır, vurmadırsa vurma. 11 nətər ədəddir? Tək. Bu formada olur. Tək cüt ədəddən bu qədər. Yəqin ki, hamıya aydın oldu. İndi keçirik bölünən, bölən, daha sonra da bölünmə əlamətlərinə. Deməli, var bölünən, bölən qismət. Bölünən, bölən, qismət. Qalxı bölmədən danışmırıq, sadəcə bulardır. Məsələn, 10 bölü 2 bərabərdir 5. Burada 10 bölünən, 2 bölən, 5-ə də nə deyəcək? Qismət deyəcək. Bölünən, bölən, qismət adlanır. Bölünən, bölən, qismət. Nətər təsəvvür edin? Təsəvvür edin, əlinizdə bir dənə meyvə yeyirsiniz, məsəl üçün, şaftalı, nektarin. Nektarin var, bıçaq var əlinizdə, nektarin sizin bölünənizdir, bıçaq böləndir. Onu böldünüz, müəyyən dilim düşdür, yəni dilim ayrıldı. Həmin o dilim də nədir? Qismətdir. Bölünən daha çoxdur, daha böyük olur. Bölən daha kiçik olur. Kitab dilindən məsəl üçün deyəndə biraz uşaqlar çətin başa düşür. Ən yaxşı bu nümunədir. Məsəl üçün, deyir böləni nədir? Bölən nədir? Hər hansı natural ədədin bölündüyü hər bir natural ədədə həmin ədədin böləni deyilir. Məsələn, 6. 6 bölünür. 1, 2, 3, 6. Bütün ədədlərin bölənləri budur. Bunu gəlin səliqəli yazın. 6-nın bölənləri. 6-nın
bölənləri. Bu sonlu olur. Bölən sözü balacadır ya hərfləri. Yəni bölən, bölünən hansı daha uzundur? Bölünən daha çoxdur. Bölən azdır. 1, 6. Bütün ədədlərin böləni özü 1-dir. Bunu konkret yadda saxlayın. Sonra 6 2-yə bölünür 3-ü. 6-nın bölünənləri desəm, 6-nın bölünənləri. Bölünənlər sonsuz saydadır. Bölünənlər sonsuz saydadır. Deyir, hər natural ədədinə, məsəl üçün 6, bu natural ədədinə qalıqsız bölünən, hər bir natural ədədə bölünən gedir həmin ədədin. Yəni, belə deyim, 6 artırsan. Bölünənin altı biri özüdür, sonra 6 artır. 12, 18, 24, sonsuza qədər davam edir. Bu sonsuza qədər doğru nədir? Sonlu hesab olunur bu formada. Bu formada olur. Daha sonra keçirik bölünmə əlamətlərinə. Görək bölünmə əlamət. İndi isə keçirik bölünmə əlamətlərinə. Bölünmə əlamətləri bizim üçün niyə vacibdir uşaqlar? Bizim tutaq ki, hansı bir ədəd verir, 4 rəqəmli, 5 rəqəmli. Biz bu misal ədədə baxanda biri var qollu bölməkdən bir tapaq ki, bu bölünür, bölünmür. Bir də var qısa. Birinci başlayırıq 2-yə bölmə. 2-yə hansı ədədlər bölünür? Sonuna baxsız. Sonu cütlərdən bitirsə 2-yə bölünür. Məsələn, bunun son rəqəmi nədir bu ədədin? Bu 2-yə bölünəcək. Sonu 0, 2, 4, 6, 8 cüt rəqəmlərindən qutaran ədədlər 2-yə bölünür. 16, 24, 52 və s. Daha sonra 2-yə bölmədən neçəyə baxırıq? Son rəqəminə. Son 2 rəqəmi. 2 rəqəmi. 0, 0 və ya axırdan 2 ədədi götürsən, 2 rəqəmi götürsən, bunlar bölünürsə deyəcək bu 4-ə bölünür. Məsələn, belə bir ədəd yazıram. 12916. Son 2 rəqəmini götürürəm. 16 4-ə bölünürmü? Deyərsiniz, bəli. Onda bu ədəd 4-ə bölünür. Axır 2 rəqəmini götürür. Məsələn, bunun son 2 rəqəmi nədir? Qoşa 0, 2 dənə. Bu 4-ə bölünəcəkdir. 4-ə bölmə əlamətinə son 2 rəqəmə baxırıq. 3-ə bölmədə son 3 rəqəmə baxsan. 3-ə bölmə deyirəm, 8-ə bölmədə. 8-ə bölmədə 8-ə. Bir ədədin 8-ə bölündüyünü tapmaqdan ötürü son 3 rəqəminə baxıram. Məsələn, son 3 rəqəmi 0,24-dür. Bu 8-ə bölünür deyə deyəcək, bu ədəd də 8-ə bölünür. Və yaxud son 3 rəqəmi 3-ü də 0 olsa 8-ə bölünür. 2000, 4000 bunlar 8-ə bölünürlər. Daha sonra 5-ə bölmə. Ən asandır 5-dir. Sonu 0 və ya 5-dən qutarırsa ədəd 5-ə bölünür. Məsəl üçün 97 5-ə bölünmür. Sonuna 0 artırsan 5-ə bölünür. 65 5-ə bölünür. Daha sonra ən asandır 10-a bölmə. 10-a bölmə nədir? Sonu nə ilə bitməlidir? 0. 10, 100, 50, 970 və s. 10-a bölünür. Sonu 0-dan bitməlidir. Sonra gəlir 3-ə bölmə. 3-ə bölmə necədir? Rəqəmləri cəmləyirsən. Alınan cəm 3-ə bölünürsə, bu ədəd 3-ə bölünür. Məsələn, 312. Bunun rəqəmlərini cəmləyirəm. Neçə edir bu? 6. 6 3-ə bölündüyünə görə deyəcək 312-də 3-ə qalıqsız bölünür. Məsələn, hər hansı bir ədəd yazıram. 9, 0, 8, onu təşkil edən rəqəmləri cəmləyirik. 29 eləcəm. Bu 3-ə bölünmür ki, deyəcək uşaqlar, onda bu ədəd 3-ə bölünmür. 9-a bölmə deyinidir. Rəqəmləri cəmliysən. Alınan cəm 9-a bölünürsə, deyəcək bu ədəd nəyə bölünür? 9-a. Məsələn, belə bir ədəd yazdım. Rəqəmləri cəmləyirik. 6, 6, 12, neçə edir bu? 12 üstə 4, 16, 16 üstə 4, 20. 29-a bölünmür ki, deyəcək, onda bu cəm 9-a bölünmür. Məsələn, mən bunu 2 eləsəm, bunun rəqəmlərin cəmi nə alınacaq? 18. Deyəcək, 18, 9-a nə olur? Bölünür. Yadda saxlayın, yəni bu 9-a bölünəcək bu ədəd. 51642. 3-ə bölünən bütün ədədlər 9-a bölünmür. Amma 9-a bölünən bütün ədədlər 3-ə bölünür. Bu ədəd həm 9-a da bölünür, həm 3-ə də bölünür.
Daha sonra 6-ya bölmə. 6-ya bölmədə nəyə diqqət edirsiniz? Bir ədəd 6-ya bölünməkdən ötürü həm 2-yə bölünməlidir, həm 3-ə. 2-yə bölünsün, 3-ə bölünməsin, olmasın. Məsəl üçün 100. 100 2-yə bölünürmü? Bəli. Amma 100 3-ə bölünmür. Niyə? Rəqəmlərinin cəmi 1, 0, 0, 1 eləyir. Amma bayaq ki, bunu yazıram. 3012. Rəqəmlər cütdürmü? Bir ədəd 6-ya bölünməkdən ötürü hökmən cüt olmalıdır. Yəni sonu cüt. Axırı cüt ədəd. Tək olanmaz. Rəqəmlərin də cəmi 3, 0, 1, 2, 6 eləyir. Bölünür. Deməli, bu ədəd 6-ya bölünür. Bir də uşaqlar deyir, ay müəllimə. Məsəl üçün 51. 51 3-ə bölünür. Rəqəmlərin cəmi 6 eləyir. Bəs yaxşı, cüt deyil axı. Bu bölünmür. Ümumən tək ədədlər 6-ya bölünmə bilməz. Bu formada olur. Daha sonra mən sizə nə deyim? Əlavə olaraq 12-yə bölmə əlaməti var. Bir ədəd 12-yə bölməkdən ötürü həm 3-ə, həm 4-ə bölünməlidir. 15-ə bölünməkdən ötürü həm 3-ə, həm 5-ə bölünməlidir. 18-ə bölünməkdən ötürü həm 2-yə, həm 9-a. 25-ə bölünməkdən ötürü sonu 0, 0, 25, 50, 75-dən bitməlidir. Məsələn, bu sonuna baxıram 75. 75 son 2 rəqəmi 25-ə bölünürsə, bu ədəd nəyə bölünəcək? 25-ə bölünür. 25-ə bölməkdən ötürü son 2 rəqəmi 25-ə bölünməlidir. Əlavə olaraq 7-yə bölmə var, 13-ə bölmə var. 7-yə bölmədə ədədin son rəqəmini vurub üstünə 5 gəlsən, qalan hissəni, 5-ə vurub elə bil qalan hissəni gəlirsən. O üsul işə yaramır. Ən yaxşı üsul budur. 7-yə bölmə budur. Qeyd edin. 7-yə bölmə. Ədədin, bunu sözdən yazacağam. Son rəqəmini. Mən həmişə uşaqlara adətən əlindən bölürlər elə, o daha asandır. Son rəqəmini 2-yə vurub, qalan hissədən çıxırıq. Məsəl üçün 203 yazıram. Bir dənə ədədim 203 var. 203-ün sonuncu rəqəm nədir? 3. 3-ü vurasan 2-yə. Qalan hissə nədir? 20. 20-dən çıxarsan. 20-dən 6 çıxırıq. Neçə eləyir? 14. 14 2-yə bölünür deyə, daha doğrusu 14 7-yə bölünür deyə, 7-yə bölmədən danışırıq axı. 7-yə bölünür deyə, bu ədəd nəyə bölünəcək? 7-yə. 2-yə vurub qalan hissədən çıxırsınız. 13-ə bölmə nətərdir? Əlinizdən bölsəniz bundan rahatdır. Çünki uzun misalları yenə davam eləyə gedirsən. 13-ə bölmədə son rəqəmini 4-ə vurursan, qalan hissəyə əlavə edirik. Qalan hissəni əlavə edirik. Məsələn, 286. Bunun sonuncu rəqəmi nədir? 4. 6-nı 4-ə vururuq. 24. Üzərinə qalan gəlirəm. 28-i. 28-in üstə 24, 52. 52 13-ə bölünür deyə, bu ədəd də 4 düşür. 13-ə bölünür. Bu formada olur. Bir də 11-ə bölmə var. 11-ə bölmə nətərdir? Bir dənə ədəd götürürəm. Bunu misaldan başa salacağam. Məsələn, hər hansı bir ədəd götürürəm. Uzun da olar, qısa da olar. Məsələn, 2728. Bunu götür. Soldan sağa da nömrəyə bilərsən, sağdan da nömrəyə bilərsən. Mən belə nömrələyirəm. Baxın, 0, 1, 2, 3. Bunlar nömrələrdir. Cüt yerdə duran, yəni 8, bir də 7. Bunları topluysam, neçə eləyir? 8-dən 7-ni topluysam. Cüt yerdə duran. 15 elədi. 15 elədi. Daha sonra tək yerdə duran. Tək yerdə duran nədir? 2, 2. Neçə elədi bu? 4. Bu elədi belə. Elədim bu formada. Tək yerdə duranla cüt yerdə duranı toplayırıq. Topladıq. Uşaqlardan həmişə deyirlər ki, elə birbaşa bölüm da.
Mən də məsəl üçün deyirəm, hə, böl. Amma fərqi yoxdur bunlar. Əsas o birilərini əzbərlə. Əsas o birini əzbərləmək də olur. Budan alarsınız sonra 15-dən 4-ü çıxırsınız. Neçə eləyir? 11. Alınan fərq 0 olsa, yəni bir-birindən çıxırsan tək yerdə və yaxud alınan fərq 0 olsa və yaxud çıxdın 11 alındı elə 11-ə bölünən ədəddirsə deyəsən bu ədəd 11-ə bölünür. Bu 11-ə bölündü. Bu formada olur. Məsələn 0, 1, 2, 3. Bu 1-dən 3-ü topladım. Neçə elədi? 4. Bu 1-dən 3-ü də topladım. Bu da 4. 4-dən 4 çıxanda 0 eləyir axı. Nəticə ya bir-birindən çıxanda 0 alınırsa, 1331 yazmışdım. 0 alınırsa və yaxud çıxanda 11-ə bölünən ədədsə, bu ədəd 11-ə bölünür. Hələlik videomuzun birinci hissəsi davamı olacaq. Sağ olun.